Salam əziz dostlar, əziz yoldaşlar, mən Hüseyin Zadə Elburuz. İdman keçmiş olan profesional bir idmançıyam. Hal-hazırda isə deməli, məşqçilik fəaliyyətinə məşğulam, fitness treneri fəaliyyətinə məşğulam. Bugün istərdim ki, sizlərlə bir qlobal mövzularımıza toxunaq. İnşallah YouTube və digər platformalar üçün Allahın iznilə videolar çəkəcəyik. Bəzi şeylərə, mövzulara toxunacağıq, məşq barədə, idman barədə inşallah. Birinci toxunmaq istədiyim video ilk videomdur. Bu videoda mən deməli bilinçsiz şəkildə steroid istifadə edən gənclərimizə inşallah bəzi məlumatları çatdırmaq istəyirəm. İnşallah bu videolarını da qabağına çıxar, lazımi dərsləri götürərlər videodan. İlk öncə onu deyək, steroidlər nədir, nə üçün istifadə olunur? Steroidlərin istifadəsi heyvandarlıqda və s. kimi sahələrdə, tibbdə düzdür istifadə olunub. Steroidlər heyvandarlıqda ət artımı, heyvanlarda ət artımı, məhsul artımı ilə bağlı. Tibb sahəsində istifadəsi isə ağır əməliyyatlardan sonra bərpa üçün istifadə olunur. Kişilərdə deməli, ciddi şəkildə olan cinsi problemlər zamanı istifadə olunur steroidlər, amma onlar da həkim nəzarəti altında və bilinci şəkildə istifadə olunur. Düzdür, böyük əzələ kütləsi hamı üçün, bütün idmanla məşğul olan idmançılar üçün vacib və əhəmiyyətlidir. Nəticə görmək gözəldir, xoşdur. Amma ki, yəni bunun yan təsirləri və ziyanları barədə də xahiş edirəm ki, məlumatınız olsun. Əsas odur ki, araşdırın, bilinçli şəkildə nə yola yönəlsiz, yönəlin, amma bilinci şəkildə yönəlin inşallah. Deməli, steroidlərin bədən birinci növbədə pozduğu şey hormonal balansıdır. Vəzlər və hormonal balansı. Bildiyimiz kimi steroidlər bədəndə hipotalamus, hipofiz, qanadoxu üzrə vəzlərin funksiyasını şiddətli şəkildə pozur. Deməli, bunlarda da nə baş verir? Kənardan biz steroidi, bildiyimiz kimi steroidlər testosteronun sintetik törəmələridir və digər belə desək hormonların sintetik törəmələridir, laboratoriyada alınmış formalardır. Bədənə kənardan steroid daxil olanda, testosteron daxil olanda, bədən artıq hipotalamus bölgəsi, beyin hipotalamus bölgəsi deməli, təbii testosteron istehsalını hipofizə məlumat verir və hipofiz təbii testosteron istehsalını dayandırır. Çünki bədənə kənardan artıqlaması ilə testosteron hormonu daxil olur. Dayanandan sonra nə baş verir? Bunu bərpa etmək kişilərdə hətta aylarla, illərlə vaxt çəkə bilər. Deməli, dayananda testis atrofiya baş verir, xəyalarda kiçilmə, libidonun kəskin şəkildə azalması, daha sonra sperm sayının azalması, kişilərdə ginekomastikaya səbəb olur, döşlərdə şişməyə, döş ucu vəzlərin şişməsinə, hətta estrogenin artımı nəticəsində deməli, süd vəzləri şişir, hətta süd axımına və s. kimi problemlərə gətirib çıxarır. Bildiyimiz kimi bədəndə aromatazı fermenti deyirik. Aromatazı fermenti testosteronu çevirir estrogenə, yəni qadın cinsiyyət hormonuna. Kişi bədənində bu kimi funksiyaların pozulması, təbii ki, biz bu kimi funksiyaların pozulmasını görürük. O da yenə deyirəm, deməli, ginekomastika döşlərdə şişmə, həddən artıq piylənmə faizinin artmasına gətirib çıxarır. Qadınlarda menstrual dövrün pozulmasına, səs qalınlaşması və həddən artıq tüklənməyə gətirib çıxarda bilər. Bu deməli, steroid istifadəsi birbaşa prolaktini də şiddətli şəkildə qaldırır qandan. Bu da dediyimiz kimi funksiyonal pozğunluqlara, bu kimi funksiyonal pozğunluqlara gətirib çıxardır. Daha sonra deməli, daha sonra təsir elədiklərindən, orqanizmdə təsir elədiyi orqanlardan biri də qaraciyərimizdir. Qaraciyərdə bildiyimiz kimi qaraciyər bədəndə zavod funksiyasını yerinə yetirir, 60-dan çox funksiyanı qaraciyər bizdə yerinə yetirir orqanizmimizdə. Qaraciyərdə hepatotoksitlik yaradır, steroidlər, yəni bunlar toksit maddələr buraxır
qaraciyərdə təmizləyən vaxtı fermentativ qaraciyər fermentləri, aleti, aseti deməli qaraciyərdə belə desək, həddindən artıq qalxır. O da qaraciyərinin sadə dildə desək, toksinləşməsini, yəni zəhərli maddələrin qaraciyərə daxil olmağını göstərir. Deməli, bu da öz növbəsində qaraciyər şişləri və adenomaya gətirib çıxarır. Xüsusilə də oral yolla alınan tablet steroidlər bunu yaradır. Qaraciyərdə şiş və adenomaya gətirib çıxarır, hətta sarılığa kimi yarada bilər. Çünki qaraciyərin metabolik yükü artır, toksinlərdən təmizlənmə prosesini çətinləşdirir, həddindən artıq çətinləşdirir. Sonra dislipidemiya dediyimiz daha bir funksiya ürək-qan damar sisteminə çox mənfi təsir göstərir. LDL və HDL dediyimiz pis və yaxşı xolesterol, dediyimiz xolesterol, pis xolesterol artır, yaxşı xolesterol qanda azalır. Deməli, divarlarda yağlı öfəciklər əmələ gəlir. Bu yağlı öfəciklərin də birbaşa təsiri damarlara gedən yolların tutulmasıdır. Davar qalınlaşması, ürək damarında sərtləşmə, ürək divarında sərtləşmə baş verir. Bu da təbii ki, yenə yüksək şəkildə təzyiqi qaldırır, hipertrofiya gətirib çıxardır. Təzyiq qalxanda artıq damarlar funksiyasını itirir, elastiklik funksiyasını itirir. Ürək davarı həddindən artıq qalınlaşır. Sonra hipertoniya, yeni dediyimiz qan təzyiqi artır. Sonra və ateroskleroz riski təbii ki, göz önünə gəlir. Ürək ritminin pozulması, infarkt və əsasda insult riski artır. Çünki steroidlər qan lipid profilini birbaşa pozur. Amma elə steroidlər də vardır ki, məsəl üçün trembolonu nəzərdən keçsək, həddindən artıq qanda qatlaşmaya gətirib çıxarır. Bu qatlaşmanın da əsas bildiyimiz kimi ertasitlər, qırmızı qan hüceyrələri qanımızda artdığı üçün, qanın formal elementləri artdığı üçün qanda həddindən artıq qatlaşmaya, qan laxtalanmasına gətirib çıxarır. Ürəyimiz daima, belə desək, təzyiq altında, noqroska və yük altında işləyir. Deməli, ürək dedik, qaraciyər dedik, əlbəttə ki, böbrəkləri də yan təsir keçişmir. Böbrəklərdə funksional pozğunluqları gətirib çıxardır. Deməli, həmçinin steroidlər zamanı kişilərdə, belə desək, sidik rəngində dəyişiklik, sidik hətta tez-tez gec getmə, daha sonra böbrəklərin funksional pozğunluqlarına gətirib çıxarır. Dəri və saçlara təsiri, dəridə aknelərə, sızanaqlara, səpkilərə səbəb olur. Saçlarda əgər genetik faktor varsa, saçlarda tökülməyə gətirib çıxarır. Yağlı dəri, su yığılması, bədəndə şişkinlik kimi yan təsirləri mövcuddur. İmmunitet zəifləməsi, sonra qida balansının pozulmasına gətirib çıxardır. Ən əsas ziyanlarından biri də bildiyimiz kimi deməli, psixoloji təsirlərdir. Qəfil özündən çıxma halları baş verir. Roid rage dediyimiz proses, yəni qəfil özündən çıxma halları, əsəbilik, bəzən elə istifadəçilər olur ki, depressiv hallar baş verir, özünə qapanıqlılıq, ən çox müşahidə olunduğu hal isə qəfil özündən çıxma, əsəb və stres problemlərdir təbii ki. Sonra qısa müddətli nəticələr və tövsiyələr necə deyim, odur ki, düzgün məşq eləyin, düzgün qidalanın, əsas yuxu rejimimizə, qida rejimimizə diqqətli şəkildə fikir verin, düzgün məşq prosesinin, düzgün proqramını yerinə yetirin. Əgər nəticə görmək istəyirsinizsə, ağırlıq məşqlərinə önəm verin, steroid əvəzinə digər təbii qidalardan istifadə edin. Bugünkü gündə təbii qidalar düzdür, bizdə ölkəmizdə baha olsa da ət, suval və yaxud digər qidalar ən azından supplementlərdən alıb istifadə edə bilərsiniz.
V-D, kreatin və digər qida əlavələri, vitamin kompleksləri, vitaminlər, maqnezium, sink əlavələri bu yollarla da təbii ki, məşq edib natural şəkildə böyümək olar. Çalışın, səbirli olun, bir idman səbri sevir. Asan yolla da nail olmaq olur nəticəyə, amma ki, gərək canınızı, sağlamlığınızı heçə sayasız, sağlamlığınızı bu yolda qoyasınız. Yəni, ona görə də sağlamlığı da itirilməsi də, inanın, həyatda heç nəyə dəymir. Sağlam cəndə, sağlam ruhu, sağlam bədən heç nəyə dəymir ki, siz onu itirəsiniz. Artıq itirəndə də gec olur. Təbii ki, ona görə yaşadığınız həyatın qədrini bilin, idmanda sağlamlıq üçün edin, çalışın. Ən əsas. Yenə nə sualınız olsa, inşallah nə qaranlıq qalan məqam olsa, bir yerdə araşdıraq, bir yerdə dəyərləndirək. İnşallah sağlam qalın.